Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 298 saylı körpələr evində qalmaqal yaşanıb. Valideynlərin Unikala verdiyi məlumata görə, bağçanın müdiri Aysel Alməmmədova körpələr evinə qeydiyyatdan kənar uşaqlar götürüb. Bir neçə gün öncə isə bağçaya gələn yoxlamaların qeydiyyatdan kənar uşaqlardan xəbərləri olmasın deyə uşaqları bağça əməkdaşlarının evlərinə göndərib. Proses 5 gün davam edib və uşaqların valideynləri bu hadisədən xəbərsiz olublar. Məsələ ilə əlaqədar Bakı Şəhər Təhsil İdarəsi açıqlama verib. Paytaxtdakı 298 nömrəli körpələr evi uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq. Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yol verilməzdir. Məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.